Bugünkü dərsimizdə elektrik yükü, elektrik sahəsi, Coulomb qanunu, elektrik sahəsinin intensivliyi haqqında məlumat verəcəm sizə. Başlayaq birinci elektrik yükündən. Deməli, təbiətdə iki cür elektrik yükü mövcuddur. Bir müsbət yük, bir də mənfi yük. Yük Q hərfi ilə işarə olunur. Yük vahidi olaraq 1 Coulomb qəbul olunmuşdur. 1 Coulomb 1 amper voltsun saniyəyə bərabərdir. Eyni adlı yüklər, yəni müsbət yüklə müsbət yük, mənfi yüklə mənfi yük bir-birini itələyir, dəf edir. Əks adlı yüklər isə bir-birini cəzb edir. Yəni elektrik yükü ətrafında yaratdığı elektrik sahəsi vasitəsilə bir-birləri ilə qarşılıqlı təsirdə olur. Deməli, biz başlayaq ən kiçik yük məsələsindən. Ən kiçik elektrik yükünə malik olan zərrəciyə elementar yük deyilir. Elektronun və protonun yükü elementar yükə bərabərdir. Y bərabərdir 1,6 10⁻⁹ Coulomb. Yəni bizim ən kiçik yükümüz 1,6 10⁻⁹ Coulomb'a bərabərdir. Elektrik yükünün bir sıra xassələri var. 1. Elektrik yükü diskretdir. Yəni elektrik yükü bölünməz deyil. O deməkdir ki, hər bir yükümüz n sayda elementar yükdən ibarətdir. 2. Elektrik yükü invariantdır. İnvariantlıq o deməkdir ki, bir hesablama sistemindən başqa bir hesablama sisteminə keçişdə elektrik yükü dəyişmir. Elektrik yükü additiv cəmiyyətdir. Additivlik o deməkdir ki, sistemə daxil olan yük, yüklərin cəbri cəminə bərabərdir. Və nəhayət dördüncüsü, elektrik yükü saxlanılır. Elektrik yükün saxlanması o demək ki, sistemin yükü dəyişmir. Yəni, başlanğıc anda bizim əlimizdə nə qədər yük varsa, son anda da yükümüz həmən ifadəyə bərabərdir. Elektriklənmə 3 cür olur şagirdlər. 1. Toxunma, 2. Sürtünmə üsulu ilə, 3. Yaxınlaşdırma üsulu ilə. Elektriklənmiş cismin neytral cisimə yaxınlaşdırılsa, neytral cismin səthində elektrik yüklərin paylanması hadisəsi də elektrostatik induksiya hadisəsi adlanır. Elektrik yükü elektroskop adlanan cihazla təyin olunur. Elektroskopun yadda saxlamaq lazımdır ki, sadəcə bizim zərrəciyimizdə elektrik yükünün olub-olmadığını təyin edir. Elektrik yükümüzün neçə Coulomb'a bərabər olduğunu təyin edə bilmir. Və elektroskopun həmişə vərəqləri eyni işarəli yüklə yüklənir. Gələk elektrik sahəsinə görə elektrik sahəsi nədir? Sükunətdə olan elektrik yükünün ətrafında yaratdığı sahəyə elektrostatik sahə deyilir. Və yüklü zərrəciklər həmən elektrostatik sahə vasitəsilə bir-biri ilə qarşılıqlı təsirdə olur. Deməli, iki yük götürürük, Q1 yükü, o yüklər arasında o müəyyən bir sahə yaranır və həmin sahə vasitəsilə yüklər bir-birlərinə qarşılıqlı təsirdə olur. Əvvəlcə nə edirlər? Bu yüklər arasındakı məsafəni sabit götürürlər və baxırlar ki, yüklərin qarşılıqlı təsir qüvvəsi onların modulları hasili ilə düz mütənasib asılı olur. Sonra yüklər arasındakı məsafəni artırırlar, baxırlar ki, qüvvəmiz məsafənin kvadrat təfənnə nədir? Azaldı. Buradan Coulomb qanunu verir. Deyir ki, nöqtəvi yüklər arasındakı qarşılıqlı təsir qüvvəsi onların modulları hasili ilə düz, onlar arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Və bu ifadəyə deyirlər Coulomb qanunu. Buradakı K mütənasiblik əmsalı olub Coulomb sabiti adlanır və F vurulsun R kvadratı bölünsün Q1, Q2 düsturu ilə hesablanır. K-mız Coulomb sabitidir və onun ədədi qiyməti 9 vurulsun 10⁹ Newton metr kvadrat bölünsün Coulomb kvadratına bərabərdir. Və hər birinin yükü 1 Coulomb olan və aralarındakı məsafə isə 1 metr olan iki nöqtəvi yük arasındakı qarşılıqlı təsir qüvvəsinə bərabərdir. Bizim K-mızın düsturu isə 1 bölünsün 4πε0 bərabərdir. Onda biz Coulomb qanununu 1 bölünsün 4πε0 vurulsun Q1, Q2 bölünsün R kvadrat düsturu ilə hesablaya bilərik. Buradakı ε0 bizdən ötürü elektrik sabiti adlanır və elektrik sabiti 1 bölünsün 4πk-dır və ədədi qiyməti 8,85 13-12 Coulomb kvadrat bölünsün
Newton metr kvadratına bərabərdir. Bu oldu bizdən ötürü Coulomb qanunu. Yəni, güclü zərrəciklər arasında qarşıq təsir qüvvəsi həmişə bu düsturdan hesablanacaq. Əgər bizim cismimiz kürəvi cisimlərdirsə, ümumdünya cazibə qanununda olduğu kimi, kürəvi cisimlər arasındakı məsafə onların mərkəzləri arasındakı məsafə qəbul olunur. Belə, bu oldu bizdən ötürü şahişlər Coulomb qanunu. Coulomb qanununu bildik və qrafik olaraq çəkək. Yəni, bizim F-imizin Q1-dən asılı qrafiki olacaq düz mütənasiblik. Əgər Q2-ni sabit saxlasaq, məsafəni sabit saxlasaq. Və bizim qüvvəmiz Q2 ilə düz mütənasib asılı olacaq. Əgər Q1 yükünü sabit saxlasaq və məsafəni sabit saxlasaq, amma bizim qüvvəmiz məsafə ilə kvadratik tərs asılı olacaq. Əgər yükləri sabit saxlasaq. Yəni, Q1 konstant, Q2 konstant. İndi baxaq, hər bir sahənin xarakteristikası var, qüvvə xarakteristikası var. Elektrik sahəsinin qüvvə xarakteristikasına elektrik sahəsinin intensivliyi deyilir. Belə bir qayda tətbiq edirik. Müəyyən bir Q0 yükü götürürük. Q0 yükü ətrafında müəyyən bir sahə yaradır. Həmin sahəyə Q sınaq yükləri gətiririk. Və baxırıq ki, hər bir yükə təsir edən qüvvənin həmin yükün miqdarına olan nisbəti dəyişmir. Hamısında bərabər olur. Eyni məsafədən gedir söhbət, eyni nöqtədən gedir söhbət. Bax, həmən nisbətə biz elektrik sahəsi intensivliyi deyəcəyik və Y hərfi ilə işarə edəcəyik. Elektrik sahəsinə gətirilmiş sınaq yükünə təsir edən qüvvənin həmin yükün miqdarına olan nisbətinə elektrik sahəsinin intensivliyi deyilir və elektrik sahəsi intensivliyi Y hərfi ilə işarə olunur, vektorial fiziki cəmiyyətdir. Elektrik sahəsinin intensivliyi F-dən və Q sınaq yükündən asılı deyil. Biz qüvvənin düsturunu yazası olsaq, K vurulsun, Q0 vurulsun, Q sınaq bölülsün R kvadrat düsturunu yazsaq, onda nöqtəvi yükün intensivliyinin modulu üçün K modulda Q0 bölünsün R kvadratı ifadəsini almış olarıq. Bu elektrik sahəsinin intensivliyinin düsturudur. Nöqtəvi yükün elektrik sahəsinin intensivliyinin düsturudur. Nöqtəvi yükün elektrik sahəsinin intensivliyi asılıdır sahəni yaradan yükdən, Q0-dan düz mütənasib asılıdır və asılıdır həmən yükdən olan məsafədən tərs mütənasib asılı. Bu, elektrik sahəsinin intensivliyinin asılı olduğu cəmiyyətlər. Burada məsafəni sabit saxlasaq, burada yükü sabit saxlasaq. Belə, indi gələk elektrik sahəsinin qüvvə xətlərinə. Elektrik sahəsinin qüvvə xətləri ilə xətlərə deyilir ki, sahənin istənilən nöqtəsinə çəkilmiş toxunan intensivlik vektoru ilə üst-üstə düşsün. Yəni, müsbət yükdən başlayan, mənfi yükdə bitən qüvvə xətlərindən gedir söhbət. Elektrik sahəsinin qüvvə xətləri həmişə müsbət yükdə başlayıb, mənfi yükdə bitən qüvvə xətləridir. Yəni, biz bu nöqtəyə nəzərdən buradan gəlirik ki, elektrik sahəsi intensivliyin istiqamətini təyin etmək istəsək, müsbət yükün sahənin verilmiş nöqtəsindəki intensiv vektoru özündən çıxan vektordur. Mənfi yükün intensiv vektoru isə sahənin verilmiş nöqtəsində özünə doğru yönələn vektordur. Belə. İndi sahənin, məsələn, tutaq ki, iki yük sahənin verilmiş nöqtəsində fərqli sahələr yaradacaq və həmin sahədə yekun intensivliyin tapılması məsələsi var. Buna superpozitiv prinsipi deyilir və yekun intensivlik vektoru ayrı-ayrılıqdakı intensivlik vektorlarının həndəsi cəminə bərabərdir. Və biz buradan modula gələsi olsaq, bilməliyik ki, əgər intensivlik vektorları eyni istiqamətdə yönələrsə, bu zaman yekun intensivlik vektorumuz onların modullarının cəminə bərabər olur. Əgər intensivlik vektorları əks istiqamətdə yönələrsə, bu zaman yekun intensivlik vektorumuz modulda Y1 çıxılsın Y2. Yəni, böyükdən kiçik çıxacaq və böyük istiqamətində yönələcək. Üçüncü halı buradan yazırıq.
Əgər intensivlik vektorları bir-birinə perpendikulyar yerləşərsə, o zaman yekun intensiv vektorumuz kök altında onların kvadratları cəmi olar. Və nəhayət dördüncü hal, yekun intensivliyi, əgər intensiv vektorlarımız ixtiyari hər hansısa bir alfa bucağı altında yerləşərsə bir-birlərinə doğru, yekun intensiv vektorumuz kök altında y1 kvadrat, üstəgəl y2 kvadrat, üstəgəl 2 y1 y2 kosinus alfa düsturu ilə hesablanır. Bu yekun intensiv vektorunun modulunun tapılması məsələsidir. Burada bir şey deyim ki, demək ki, biz yekun intensiv vektorun modulunu təyin etməkdən ötürü əvvəlcə intensiv vektorlarının necə yönəldiyini təyin etməliyik. Ondan sonra artıq moduldan danışa bilərik. Əgər intensiv vektorların necə yönəldiyini bilmiriksə, biz moduldan danışa bilmərik. Belə, gəlirik kürəvi cismin intensivlik vektorunun tapılması. Yadda saxlamaq lazımdır ki, kürəvi cisimlərin daxilində elektrik yükü paylanmır. Elektrik yükü həmişə səthdə paylanır. Ona görə də daxildə elektrik yükü olmadığına görə daxildə intensivliyimiz sıfıra bərabər olacaq. Məsələn, O nöqtəsi, A nöqtəsi, B nöqtəsi səthdədir. C nöqtəsi də radial istiqamətdə səthdən kənardadır. Ona görə yazırıq ki, daxildə elektrik sahəsi intensivliyi sıfıra bərabərdir. Səthdə maksimumdur. Səthdən uzaqlaşdıqca məsafə ilə tərs asılı olaraq azalır. Onda kürəvi cismin intensivliyinin məsafədən asıllıq qrafikini biz bu şəkildə qeyd edə bilərik. Radiusa qədər 0, radiusdan sonra tərs mütənasiblik götürə bilərik. Bu da kürəvi cismin intensivliyinin istiqaməti, ədədi qiyməti məsələsi. İndi dedik ki, müsbət yükün intensiv vektoru özündən çıxar. Məsələn, tutaq ki, bizə müsbət yük və mənfi yük veriblər və bizə A nöqtəsini göstərir. Deyir ki, A nöqtəsində yekun intensiv vektoru hansı istiqamətdə yönələr. Mən baxıram, müsbət yükün intensivlik vektoru özündən çıxan götürürəm. Mənfi yükün intensiv vektoru isə özünə doğru götürürəm. Onda yekun intensivliyimiz onların arasından çıxan vektor olur. Bu olur Y1, bu olur Y2. Bir də yüklü zərərciklərə təsir edən qüvvələrdən danışaq. Burada qüvvə ilə intensivliyi qarışdırmayaq. Məsələn, tutaq ki, bizim 1 yükümüz, 2 yükümüz və 3 yükümüz var. 3 yükünə təsir edən vəzləyici qüvvədən danışaq. 3 yükünü 1 yük özünə doğru cəzb eləyir, 2 yükü isə özündən itələyir. Onda yekun intensivlik vektorumuz yönəlir bu istiqamətdə. Daha doğrusu yekun əvəzləyici qüvvəmiz, üzr istəyirəm, yekun əvəzləyici qüvvəmiz yönəlir bu istiqamətdə. Belə, bax bu da bizim elektrik sahəsi intensivlik vektoru anlayışı. Təkrar deyirəm, yenə də əsas məsələmiz burada yekun intensivliyi hansı istiqamətdə yönəlməsi və intensiv vektorların necə yerləşməsini təyin etməkdir. Bu qədər. Bu da intensiv vektor ilə bağlı ifadəmiz. Burada belə bir şey qeyd edək. Dielektriklər və dielektrik nüfuzluğunu da ayrıca başlıq olaraq izah edəcəm. Dielektrik nüfuzluğu vakuumdakı intensivliyin mühitdəki intensivliyə nisbəti ilə təyin olur. Ona görə də elektrik sahəsinə dielektrik gətirdikdə bizim elektrik sahəmizin intensivliyi dielektrik nüfuzluğu dəfə azalacaq. Olacaq epsilon r kvadratı, qüvvəmiz də eyni şəkildə K-Q1, Q2 bölünsün epsilon r kvadrat düsturu ilə hesablanacaq. Bu qədər şagirdlər sadəcə qısa məlumat, əsas düsturları verməyə çalışıram ki, çox vaxt getməsin, siz də ümumi təkrar olaraq bunu yadda saxlaya biləsiniz. Bu qədər, kanalımıza abunə olmağı unutmayın, bəyənin, paylaşın. Digər şagirdlərlə də paylaşın ki, onlar da faydalana bilsin. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.